Hamıya salam. Mən hal-hazırda sizinlə 9-cu sinif test toplusundan pronoun mövzusunu işləməyə başlayıram. Və bu pronoun mövzusunda təqribən 4 və 5 pronounun birləşməsidir. Yəni tək olaraq personal, possessive, refleksiv deyil. Hamısı birləşidir. Və bunları necə daha tez işləmək olar, onların yollarını sizə izah etməyə başlayıram. Baxın, siz pronoun işləyərkən mütləq nöqtə ilə işləyin. Nöqtədən sonra bir də nöqtədən əvvələ fikir verin. Baxın, bizə nöqtədən sonra nə gəlib? İsim, minerallar. A, D, B, Y bu variantlardan hansı özündən sonra isim tələb eləyir? Gəlin baxaq. S olanlar, sonu S ilə bitənlər heç vaxt isim istəmir. Çıxırsınız. Və bu da çıxır. Amma ki, istisna nədir? Its və his və its. Həmişə özündən sonra isim də istəyə bilir. Özündən sonra başqa bir nitq səsi də işlənir. Yəni, hər ikisi ilə işlənə bilər. Itsi görəndə çıxmayın, yəni saxlayın. Amma bu its düzgün deyil. Bu it izin qısaldılmış versiyasıdır. To be-dir yəni. Bizə to be yox, pronoun lazımdır. Ona görə qalır A ilə B. Biz bir dənə cümlənin mübtədasını tapaq. Baxın, elə company. Company nədir? Şirkət. Şirkət there ola bilməz. Ona görə olur its. 2. 2 də eyni ilə 10 kimidir. Baxın, nöqtədən sonra leg gəlib. Leg nədir? Ayaq. Ayaq isimdir. Bunu atırıq. Bunu atırıq. Və baxırıq, hansı olmalıdır? The dog. Dog itdir. 3-cü şəxsdir. Him olmaz. Gəlib görürük, B-dir, yoxsa C-dir. Əgər biz B-ni götürsək, B özündən sonra feil istəyir. Yəni, şəxs əvəzliyidir. Özündən sonra feil tələb eləyir. Amma it özündən sonra isim istəyir. Yəni, variant C. 3. Yəni, nöqtədən sonraya baxırıq. Architecture, arxitekturadır. Nə? İsim. Baxın, theirs gedir, its gedir. Qalır its, theirs, itself. Dən cümlənin mübtədasına baxaq. Westminster Abbey. Bu tikilidir, tarixi tikilidir. Tikili cansız olduğuna görə its olar. Niyə itself olmaz? Çünki itself qayıdış əvəzliyidir və isimlə əlaqəsi olmur çox vaxt. Yəni, nöqtədən sonra isim gəlibsə, siz avtomatik yəli əvəzliklərinə fikir verməlisiniz. 4. Her sons. Sons onun oğlu deməkdir. Her qadın cinsidir. Siz bunu görüb, bunu ya da bunu götürə bilməzsiniz. Olmaz. Burada ikinciyə baxırsınız. Sons nədir? Oğlu. Hansı cinsdir? Kişidir. Bu olmaz, bu olmaz, bu olmaz, bu olmaz. Elə variant Y. 5. 5 nöqtədən sonra baxırsınız, nə gəlib? Hansı nitq səsi gəlib? İsim. Baxırıq, B isim istəmir, D isim istəmir, mine da isim istəmir. Qalırıq C və Y arasında. Baxın, nöqtədən sonra heç nə gəlməyib, yəni boşluqdur. Mine özündən sonra heç nə istəmir, amma your özündən sonra isim istəyir. Ona görə gedir, qalır Y. 6. This region is famous for. Yenə nöqtədən sonra ilə işləyirsiniz. Beautiful lakes nədir? Gözəl göllər. Hansı nitq səsidir? İsim. Baxırıq. Bu olmaz, bu olmaz, bu olmaz. İndi baxırıq hers, yoxsa its. Təbii ki, regiondan söhbət gedirsə, cansızdırsa its. 7. The police həmişə cəmdədir. Yəni, cəm olanları saxlayırıq. He gedir. Qalır zey. The thief oğru deməkdir. Oğru təkdədir. Zem olmaz. Baxırıq his, yoxsa him. Biz fikirləşməliyik ki, hansını qoysaq özündən əvvəl, baxın found var, feil. Özündən əvvəl feil tələb eləyir. Təbii ki, him. His qoysaz, his üstəgəl isim olmalıdır. Baxın, his plus isim. Amma him özündən əvvəl feil tələb eləyir. Verb bu feilin qısa formasıdır, yəni feil tələb eləyir. 8. Both Helen and Susan. Neçə nəfərdirlər? 2 nəfərdirlər. Özündən sonra nə gəlib? Are gəlib, yəni feil. Baxırıq, hansı feil tələb eləyir? She olmaz, there olmaz, elə bu da olmaz. Qalır B ilə Y. Baxırıq, Julia. Julia qadın cinsidir. Özündən sonra isim gəlib, birthday party. Ona görə hers yox, her. 9. Both Jean and Sue. Neçə nəfərdir? 2 nəfərdir. She gedir, there gedir. Qalır they. Carols, baxırıq, Carolsdan sonra nə gəlib? Place gəlib. Place nə deməkdir? Yer. Hansı nitq səsidir? İsim. Ona görə B. 10. Don't forget to wash the dishes. Dishes təkdədir, yoxsa cəmdədir? Cəmdədir.
Cəm olan bu deyil, bu deyil. Qalırıq üçü arasında. Bir dənə özündən sonraya baxırıq, bir də özündən əvvələ baxırıq. Özündən sonra before gəl. Before bizə lazımlı bir nitq hissəsi deyil. Bizə ya feil lazımdır, ya da isim lazımdır. Bir dənə özündən əvvələ baxırıq, wash. Wash nədir? Yumaq. Hansı nitq hissəsidir? Feildir. İndi A, D, Y hansı özündən əvvəl feil tələb eləyir? Və them. There qoysaz isim lazımdır. They qoysaz feil lazımdır. Yəni özündən sonra. Amma there, them özündən əvvəl feil tələb eləyir. Yəni A variantı. 11. Nöqtəyə baxırıq. Budget var. Budget büdcə deməkdir, isimdir. Baxaq görək hansı özündən sonra isim tələb eləyir. C getdi, B getdi, A getdi. Qalırıq D və Y arasında. Gəlin cümləni oxuyaq. Neither the merchants nor the shoppers. Merchant tacirlər, shoppers alıcılar. Neçə nəfərik? 2. Daha bəlkə də daha çoxuq. Their, it's olmaz, it's təkdədir. Look after, vergül var. Baxın, bu vergül olanda sizin 2 dənə düzgün cavabınız var. Ya yourself-dır, ya da yourselves. Baxın belə. İndi biz Mike'a baxırıq. Mike neçə nəfərdir? Bir dənə. Ona görə yourself. Gəldik 13-ə. Nöqtədən sonra colors var. Colors rənglər deməkdir, isimdir. Baxırıq özündən sonra hansı isim tələb eləyir. Bu gedir, bu gedir. Qalırıq bunlar A, C, Y arasında. İndi baxırıq söhbət kimdən gedir, nədən gedir? I didn't like the style of the fur coats, but I liked colors. Mən deyir ki, dəri paltoların stillərini bəyənmirəm, amma onların rəngini bəyənirəm. Söhbət məndən gedir, yoxsa paltodan gedir? Təbii ki, paltodan. Palto cəmdə olduğuna görə, ona görə olur. Özündən sonra isim istəyən hansıdır bizdə? Təbii ki, there. Them olsa özündən əvvəl feil lazımdır. Bu olsa əvvəl feil. Amma bizdə isimlə bağlı testdir. 14. Joseph's little niece. Joseph'in balaca qardaşı qızı. Niece isə qızdır. Qızdırsa himself, them, his, its olmaz, herself olar. Baxın, bu niece ilə nifi çox qarışdırılır. Necə yadda saxlayın? Niece elə təsəvvür edin ki, nicardır. Nicar. Nicar hansı cinsdir? Qadın. Yəni, qardaş qızı, bacı qızı deməkdir. Amma nifiyu nicar deyil də, yəni başqa nedir? Ona görə bu oğlan cinsidir. Yəni, ən yaxşı formada belə yadda saxlayın. Çünki demək olar ki, 90% abituriyentlər bunu qarışdırır. Nidirsə nicardır, yəni qızdır. Nedirsə oğlandır. İndi getdik o birisinə. Nöqtədən sonra heç nə gəlməyib. Nöqtədən əvvəl bir şey gəlib. Decision, qərar deməkdir. Amma bizdə qayıdış əvəzlidir. Baxın, yourselflərdir hamısı. Gəlin cümləni oxuyaq. Neither teacher nor the students expected you to make such an important decision. Gəlin baxaq. Teacherdir, bir də studentsdir, düzdürmü? Avtomatik burada cəmli bir şey lazımdır bizə. Themselves olmadığına görə yourselves götürə bilərik. Bir də baxırıq ki, yourself'in başqa, yəni biz demişdik 2 dənə düzgün variant var. Ya yourself'dir, ya da yourselves'dir. Yəni biz baxırıq ki, bir dənə də burada yourself var. Elə variantımız A olur. Çünki baxın, teacher təkcə verə bilməzsiniz, studentsi təkcə verə bilməzsiniz. Cümlədə 2 dənə mübtəda var. Hətta daha çox. Baxın, students özü də cəmdədir. Ourselves olmaz. Herself qadın cinsidir, tək olar. Himself da kişi cinsidir, olmaz. Variant yourself, yourselves'dir. 16. 16-cı suala baxaq. Baxın, nöqtədən sonra bizdə heç nə tələb olunmur, yəni boşluqdur. Baxırıq ki, variantlarda hansı özündən sonra heç nə tələb eləmir. Baxın, burada nə var? Elə variant Y-dir. Çünki niyə? Maydan sonra isim lazımdır. Yəni B-dən sonra isim lazımdır. Sonra her, our, their feillə bağlı isimlərdir. Əvəzliklərdir daha doğrusu. Yəni qısacası siz baxırsınız ki, nöqtədən sonra heç nə yoxdursa və özündən sonra heç nə tələb eləmirsə,
Yəni mine olan variantı götürürsünüz. 17. Nöqtədə clock. Clock saatdır. Baxın təkdədirmi? Təkdədir. Bizdə təkdə olan variantımız bir dənə this-dir. Çünki niyə? This cəmdir, those cəmdir. Yours ümumiyyətlə özündən sonra isim istəmir, olmaz. Theirs də özündən sonra isim istəmir, olmaz. Variant this. 18. Nöqtədən sonra nə var? In var. Bizim işimiz yoxdur inlə. Çünki in isim deyil, feildir. Ona görə nöqtədən əvvələ baxırıq. Wasn't-a baxırıq. Wasn't feildir. Amma ki, baxın, cümlə artıq variantlar fərqlidir. Wasn't inkardır mı? İnkardır. İnkar olanda sizin bir dənə variantımız var. Baxın, any. Any və onun törəmələri. Bizdə any olan bir dənə adı. Deyərsiniz ki, no da olar. Baxın, no olar. Amma no olmaz. No olan cümlədə ikinci inkara ehtiyac yoxdur. Biz götürüb no one yazsaq, nobody yazsaq, cümlədə axı bizim inkarımız var. Ona görə səhv olur. Qısacası bir yerdə qeyd edin ki, əgər cümlə inkar və sualdadırsa, üstəgəl any olur. Yəni, any yazırıq. Amma cümləmiz təsdiq olanda bərabərdir some. Bu xüsusi bir qrammatikadır. Indefinite, səhv edirəm, indefinite yes pronouns olmalıdır. Ona görə bunu qarışdırıblar. Qarışıq pronoun kimi salıblar. Amma siz, yenə deyirəm, inkar sual görəndə any və onun törəmələrini qoyursunuz. Təsdiq cümlədə some qoyursunuz. Gəldik 19-a. Baxın, nöqtədən sonra movie gəlib. Movie hansı hissəsidir? İsimdir. Və təkdədir. Those gedir, they gedir. Qalırıq bu üçü arasında. Bunlardan hansı özündən sonra isim tələb edir? Təbii ki, this. Them özündən əvvəl feil tələb edir. They isə özündən sonra feil tələb edir. Ona görə C variantı olur. 20. 20 qarışıq, qayıdış əvəzlidir. Baxın, burada they isə avtomatik D olur. Çox fikirləşmədən elə variantı seçin. Baxın, nöqtədən sonra is gəlib, is feildir, to be-nin formasıdır. Hansı özündən sonra feil tələb edir? Them özündən əvvəl istəyir. This ümumiyyətlə this ilə arişlənməlidir, is yox. It's isimlə bağlıdır. Baxırıq B yoxsa C. Söhbət money, pul gedir. Puldansa it olur. 22. Nöqtədən əvvəl bir dənə wanted'imiz var, feilimiz var. Baxaq görək hansı özündən əvvəl feil tələb edir. We özündən sonra istəyir. They özündən sonra istəyir. Your özündən sonra isim istəyir. Yəni, ümumiyyətlə bizə lazım deyil. Qalır them yoxsa their. Their özündən sonra isim istəyir. Qalır A. 23. Ki, burada Mr. Simpson hansı cinsdir? Kişi cinsidir. Düzdür? Kişi cinsi olan bizdə variantımız hansıdır? C deyil, Y deyil. Qalırıq D, B və A arasında. İkinci hissəyə baxaq. İkinci hissə bizə your ounce verib. Ounce hansı cinsdir? Qadın cinsidir. Bizdə qadın cinsi olan bir dənə A var, bir də D var. Bunu da atırıq. Gəlir indi A-dır, yoxsa D-dir. Biz fikirləşməliyik ki, Mr. Simpson or your ounce heç nə yoxdur, düzdürmü? Və özündən sonra heç nə istəmirlər, boşluqdur. Çünki your ounce-a götürsək, her qoysaq, her özündən sonra isim istəyir. Amma hers özündən sonra heç nə istəmir. Variantımız D. 24. Bob. Bob hansı cinsdir? Kişi cinsidir. Özündən əvvəl nə gəlib? Ask, soruşmaq, feil. Biz baxırıq görək özündən əvvəl feil tələb eləyən hansıdır? He özündən sonra istəyir. His, him, him. İndi biz qalırıq him arasında. His özündən sonra isim istəyir. Bu da gedir. Qalırıq C, D, Y arasında. Bir dənə bura baxırıq. Children cəmdədirmi? Cəmdədir. Özündən sonra heç nə yoxdur mu? Yoxdur. Ona görə variantımız görək nə olar? Özündən sonra heç nə yoxdur, amma özündən əvvəl nə var? Help var. Help hansı nitq hissəsidir? Feildir. Feildirsə them. They özündən sonra feil istəyir. Burada özündən sonra feil yoxdur. Theirs isə özündən sonra heç nə istəmir. Burada düzdür, heç nə istəməyən var. Amma ki, özündən əvvəl burada feil var. Biz onu nəzərdən çıxara bilmərik. Ona görə D. Digər 25. 25-ə baxırıq. Burada asked var. Soruşdu.
Waitress qadın cinsidir. Baxın, bunun kişi cinsi waiterdir. Bu kişi cinsidir. Amma bunun sonuna s-sı, s-sı olsa qadın cinsi olur. İndi biz baxırıq ki, bizdə qadın cinsidir. Qadın cinsi olduğuna görə him gedir, zem gedir, zem gedir. Qalır A və D arasında. İndi baxırıq ki, bill nədir? Bill check deməkdir. Check və ya nağd pul hər iki mənası var. Baxırıq ki, cansızdır, cansızdır. Təkdədir, təkdədir. Və götürürük A variantını. 26. 26'da bizdən soruşur ki, baxın, eyni sualdır, sadəcə bunun kişi versiyasıdır. Waiter kişidir. Kişi olduğuna görə him qalır, him qalır. Bu gedir, bu gedir, bu da gedir. D yoxsa Y, burada juice meyvə şirəsidir. Meyvə şirəsi təkdədir, sayılmır və cansızdır. Ona görə olmalıdır Y. Sonra 27. If you don't buy trousers. Baxın, trousers cəmdədir. Cəm olan bizdə bu deyil. Qalanları cəmdir. İndi bu birisinə baxırıq. Söhbət nədən gedirdi? Trousersdən, şalvardan. Ona görə ikinci tərəfdə bizə cəm lazımdır. Ona görə C də gedir. Qalırıq B, D, Y arasında. İndi baxın. Nöqtədən əvvəl bay gəlib. Bay hansı nitq hissəsidir? Feildir. Bizdə özündən əvvəl hansı feil tələb edir? Baxın, bu Z özündən sonra istəyir. Bu da özündən sonra istəyir. Bir dənə qalır zem. 28. I don't need scissors. Scissors cəmdədir. Ona görə cəmi saxlayırsınız. Bir dənə bunu atırsınız. Nöqtədən əvvəl take var. Take hansı nitq hissəsidir? Feildir. Bunlardan özündən əvvəl hansı feil tələb edir? Eat, eat, Z özündən sonra istəyir. Zem isə özündən əvvəl. Variant D. Nöqtədən sonra nə var burada? 29'da collection of water birds, su quşlarının kolleksiyası. Biz baxırıq ki, burada nə ola bilər? İtself qayıdış ümumiyyətlə olmaz. His kişi cinsi də olmaz. İt ümumiyyətlə əvəzlik deyil, olmaz. Qalırıq A ilə Y arasında, düzdürmü? Biz A-nı götürsək, A özündən sonra nə istəyir? Dərhal isim istəyir. Yes. Ona görə biz dərhal isim istəyəni götürə bilmərik bizdə, çünki collection of water birds-dür. Yəni, it's götürürük. Y. Y isə özündən sonra həm isim istəyir, həm də heç nə istəmir. Yəni, Y variantı bizim alternativ variantımızdır. İndi keçirik 30'a. 30'da baxırıq ki, özündən sonra nə gəlib? Scissors cəmdədir. Cəm olanı saxlayırıq. Bu gedir, bu gedir, bu gedir. Qalırıq A ilə C arasında. Baxın, nöqtədən sonra R gəlib. R gəlibsə Z. Çünki itlə nə işlənir? Is. 31. Gəldik 31-ci suala. Baxın, nöqtədən sonra cəm gəlib. Cəm gəlibsə Z atırıq. Zis atırıq. Qalırıq B, D, Y arasında. Gəlin ikinci boşluğa baxaq. Baxın, nöqtədən əvvəl nə gəlib bizdə? Find. Find hansı hissəsidir? Feildir. İndi gəlin baxaq görək ki, bu yoxsa bu özündən sonra, özündən əvvəl feil istəyir. It və Z həmişə özündən sonra istəyir feili. Amma zem isə özündən əvvəl istəyir. Yəni, indi 32-ci suala baxaq. 32-ci sualda nöqtədən sonra advice var. Advice hansı nitq hissəsidir? İsimdir. Və biz bilirik ki, özündən sonra hansı isim tələb edir burada? Və təkdədir. Bunu atdıq, bunu atdıq. İndi qalırıq C, D, Y arasında. Bir dənə bura baxırıq. Will. Will feildir, düzdürmü? Özündən sonra hansı feil tələb edir? Təbii ki, bu it, bir də bu it. Bunu da getdi. İndi yenə gəlirik. Her yoxsa hers. Hers bilirik ki, özündən sonra isim istəmir. Ona görə gedir. Çünki biz bura hers yazsaq, özündən dərhal sonra isim gəlir. Olmaz. Variant D. 33. Guess cəmdədirmi? Cəmdədir. Ona görə atdıq, atdıq. Their glasses cəmdədirmi? Cəmdədir. Atdıq, atdıq, C. 34. Bu niyə buradadır? Okay. 34. R gəlib və Ben scissors gəlib. İndi biz baxırıq ki, burada sual cümləsində diqqətli oluruq. Scissors cəmdədir, yoxsa təkdədir? Cəmdədir. Ona görə bu gedir, bu gedir və bu gedir. Qalırıq C yoxsa D arasında və baxırıq ki, nöqtədən sonra heç nə yoxdur, boşluqdur. Özündən sonra heç nə tələb eləməyən hansıdır? Yours. Çünki my qoysaz, my'dan sonra
özündən sonra isim istəyir. Olmaz. 35. 35 eyni şeydir. Glasses cəmdədirmi? Cəmdədir. This getdi, they getdi və they getdi. Qalırıq 1 və 2 arasında. Aha, burada biraz fərqlilik var. Diqqətli olaq. Bir dəqiqə. Hə, gəlirik yaxşı. Bir dənə təzdən baxaq. Molly's glasses, düzdürmü? Baxırıq, görürük ki, burada Molly'nin eynəyindən söhbət gedir. Molly'nin eynəyindən söhbət gedirsə, 500% ki, səhvdir. Çünki 5 təkdədir. Amma they, those, they cəmdədir. Ona görə onlara dəymirik. Bir dənə bu oradan sonrakına baxırıq. Nöqtədən sonra heç nə yoxdur. Heç nə olmadı. 57. Görsək ki, özündən sonra heç nə istəməyən bizdə hansılardır? 1-dir. Sonra nə var? Your özündən sonra isim istəyir, olmaz. My özündən sonra isim istəyir, olmaz. Bir də hisdir. Variant A. 35 getdi, 36. 36. Baxırıq, görürük ki, burada da spectacles, eynəklər, açki cəmdədir. Özündən sonra isim gəlib. Burada hansı özündən sonra isim istəyir? Baxırıq. His istəyir, her istəyir və başqa nə istəyir? Baxaq, görək. 1. Your, her istəyirmi? Hers istəyir. Her istəyir, amma ki, bizi çaşdırıblar. Niyə? Çünki biz bunu çaşıb götürmüşük. Bu təkdədir, amma bizə cəm lazımdır. Ona görə 5-i indidən çıxırsınız. Variantımız qalır 3 və 1. Yəni B. 37. 37 nöqtədən sonra nə gəlib? Wings, qanadlar gəlib. Qanadlar gəlibsə, biz baxırıq ki, isimdir. Düzdürmü? Özündən sonra isim istəyən bu deyil, bu da deyil. Bu da deyil. Gəlirik there yoxsa it's. Söhbət kimdən gedir? Daha doğrusu nədən gedir? Bird, quşdan gedir. Quşdan gedir, ona görə it'sdir. Tələb eləyir. It olmur, ours olmur, there olur daha doğrusu. Sadəcə biz baxmalıyıq ki, hansı şəxslə işləyirik. İndi biz baxırıq ki, bizim mövzumuz nədir? Place. Sən sevəcəksən hansı ki, günəşli hava və çimərlik olan yeri. Yer there olmaz, his olmaz, qalır it's. 39. Baxın, nöqtədən əvvəl bir dənə burada feilimiz var. Baxırıq ki, hansı özündən əvvəl feil tələb edir. Hamısı özündən əvvəl feil tələb edir. Gedirik ikinci boşluğa. İkinci boşluq house-dur. House nə deməkdir? Ev. Ev hansı nitq səsidir? İsimdir. Gəlin baxaq görək ki, özündən sonra hansı isim tələb edir. Baxırıq, görürük ki, burada var nə? My, burada var our, burada var their. Elə variantımız olar 1, 3, 5. Yəni ki, A variantımız. 40. Nöqtədən sonra gəlin baxaq. Place var, isimdir. Hansı özündən sonra isim istəyir? Their, sonra his, bu his, bu his. Amma bizim ola bilməz ki, 4 dənə variantımız düz olsun. Gəlin nöqtədən bu ikinci nöqtədən əvvələ baxaq. Wanted nədir? İstəmək. Hansı nitq səsidir? Feildir. Baxaq görə özündən əvvəl hansı feil tələb eləyir. They özündən sonra feil tələb eləyir. Amma bizə özündən əvvəl lazımdır. Ona görə 2 gedir. Qalırıq 1, 3, 5. Yəni